qəbirdə sorğu-sual nə qədər çəkir? Ağır və yüngül olurmu sorğu-sual? Bu ki, qəbr aləmində biz deyən zaman ki, nə qədər vaxt aparır, nəcür olur, o bu dünyanın və maddi aləmin hesab kitabıdır. O dünyada bunlar elə bil dəyi bir-birinə, yəni çıxı yox bu qalibdən, çıxı yox bu şəraitdən. O dönüm məsələn zaman demək olmaz ki, bir gün, 2 gün, 5 gün, 10 gün o zamana aid olan bir şeydir. Çünki əslən aləmi fərqli. Bu ki, bəli, yüngül olacaq, çətin olacaq, əlbəttə bunlar vardır. Niyə? Bir iddənin soru-sualı çox-çox çətin olacaq, elə qəbrə girməyəmun. Bir teydat yox, yüngül olacaq. Var rivayətlərdə, məsələn, filan işi görürsünüz, sizin əvvəl qəbrüz ya qəbrüz rahat olar, bu işi görürsünüz belə, çətin ola bilər. Məsələn, ata-anıya ehsan eləmək, yaxşılıq eləmək, hürmətləri saxlamaq və ehtiram eləmək, bu səbəb olar ki, insan soru-sualı az olsun və çoxlu işləri ki, bəzi namazda, məsələn, gecə namazı qılmaq var təsirlərindən budur. Və başqa xeyr işlərdə çox varımızdır, əksinə varımızdır. Məsələn, ağ valideyn olmaq, valideynə pislik eləmək, ya birinin haqqın yemək, məxsusən əgər yetim ola və bir kəsi olmuyor haqqı, bunlar bahis olar ki, çətin olsun.